Salam, xoş gördük sizləri yenidən mənim kanalımda. Mən sizin coğrafiya müəlliminiz. Bugün sizlərə 25 may 2025-ci ildə keçirilən, deməli, blok imtahanından ikinci blok üzrə coğrafiya suallarının izahını verəcəm. Baxırıq birinci sualımız nə deyir? Birinci sualımızda deyir ki, dünya okeanına çay və kanal vasitəsilə çıxışı olan, mövcud olan gölləri istəyir bizdən. Baxaq burada biz hansı gölləri götürməliyik? Deməli, burada aralın çıxışı yoxdur, çıxarıq. Sonra buradan biz belə deyək, eğri çıxarıq. Sonra buradan biz yenə eğri çıxarıq. Titicacanı da çıxarıq. Çünki hündür dağda orada kanal atmaq mümkün deyil. Buradan biz Balxaş aralı çıxarıq. Doğru cavabımız nədir? C variantıdır. C variantı bu sualın doğru cavabıdır. Xəzəri, Ontarionun, Oneqanın, Ladoqanın dənizlərə, okeanlara çıxışı var. Kanal və yaxud belə deyək, müxtəlif çaylar vasitəsilə. İkinci sualda nə istəyir bizdən? Deyir, daimi qar xətti sxemlərin əsasən doğru fikri müəyyən edin. K dağı 5500 metrdən keçir. Çox böyük ehtimal bu, belə deyək də, ekvatora yaxın olan bir dağdır, qar xətti. Bu isə 300 metrdən keçir və şimal hissəsi daha, belə deyək də, qar xətti aşağısı. Deməli, şimal yarımkürəsində şimal qütbünə yaxındır bu dağ. Burada doğru cavab K dağı şimal subtropikdə olmaz. Çünki subtropikdə təxminən 4000 metrdir. Amma B bəndində doğru cavab görə bilərik. Biz El dağının da yerləşdiyi paralel daha kiçik uzunluğa malikdir. Yəni qütbə yaxın yerləşdiyinə görə onun yerləşdiyi paralelin uzunluğu daha kiçik olacaq. Doğru cavab burada nədir? B variantıdır. 33-cü suala baxırıq. Nə istəyir bizdən? Savanna, seyrək meşə, meşə çöl və çöllər, zodyarpaqlı meşələr. Deməli, Afrikada yayılmışdır. Aha, gəlin baxaq. Afrikada yayılan hansıdır? Savanna, seyrək meşə, zodyarpaqlı meşə. Deməli, biri A yaza bilərik. Paranla çayı hövzəsində yayılmışdır. Paranla çayı hövzəsində yayılıbsa, burada deməli, meşə, çöl, çöllər, seyrək meşələr qalsın bu. Tropik hava kütlələrinin təsirinə məruz qalır. Çoxyarpaqlı meşələr, savannada, meşə çöldə. Çöllər də məruz qala bilər. Hə, ola bilər. Deməli, C bəndi bu ortaqdadır hamısında. Sonra Avropa qitəsində yayılan savanna yayılmayıb. Avropa qitəsində meşə çöl olar, çoxyarpaqlı olar. D bəndi bura gələr. Sonra Cənub-Şərqi Asiya regionunda rast gəlinmir. Bu da bunlara aiddir. Yəni meşə çöldən çoxyarpaqlı meşəyə aiddir. Kənd təsərrüfatının inkişafı üçün əlverişli aqroiqlim hamısında olar. Yəni C ilə F 4-də olmalıdır. C ilə F-in 4-də olmadığı variantları çıxaq və A-nın 1-də olduğuna baxırıq. Sonra Y-yə baxırıq. Bax Y-ni burada verib 2-yə, amma biz Y-ni burada neçə qoymuşuq 3-ə. Doğru cavab nədir? Y variantıdır. Burada deməli Paran çayı hövzəsində çöllər ola bilərdi. Orada pampa var. Bəli. Doğru cavabımız nədir? Doğru cevabımız Y variantıdır. Bu sualda Y variantı. 34'e baxaq. Uyğunluğu deyin, müəyyən eləyin. Tataristan, Xakasiya, Kabarda-Balkar. Sənaye tullantılarının Volqa çayını çeşidləndirir. Bu Tataristana aid olar. Ərazisində yeni fəallaşmış dağlar var. Bu Xakasiyada olar. Çox güman ki, orada Sayan dağları düşəcək. Altay dağları da düşə bilər. Şimali Qafqaz regionundadırsa Kabarda-Balkar. Dağ turizmi isə Kabarda-Balkar. Seysmik cəhətdə sabitdirsə Tataristan. Deməli A, Y, B, C, D. A, Y, B, C, D. A, Y, B, C, D. Doğru cavab burada nədir? Y variantıdır. Y variantı doğru cavabdır. Hı -hı. 35-ci suala baxırıq. Cədvəldə verilmiş əlamətlərə görə ölkələrlə bağlı doğru fikirlər müəyyən edin. Adam başına ÜDM-nin dəyəri ABŞ dolları 5800, B ölkəsində 45000. Bu avtomatik tapırıq ki, B ölkəsi inkişaf etmiş ölkədir, A ölkəsi inkişaf etməkdə olan ölkədir. Əmək ehtiyatlarında iqtisadi əhalinin payı faizdə 55, burada 85%. Sonra aşağı yaş qrupu 38, burada 14. İqtisadiyyatın birinci sektoru 65, burada 15. İndi baxırıq, bizdən doğruları istəyir. A, B ölkəsi inkişaf etmiş ölkədir, A ölkəsi isə inkişaf etməkdə olan ölkədir. A ölkəsi demoqrafik keçidin ikinci mərhələsindədir. Bəli, inkişaf etməkdə olan ölkələr ikinci mərhələdə olurlar. Əksəriyyəti. Biri doğru götürərik. B ölkəsində əhalinin təbii azaldılması üçün demoqrafik yox, artırılması üçün aparırlar. 2 səhvdir. 2-ni atsaq. Sonra 3-ə baxırıq. B ölkəsinin təbii artımın birinci tipi xarakteristikdir. Bu düzdür. A ölkəsində suburbanizasiya prosesi daha intensivdir. Yox. Bunlarda yalançı urbanizasiya olar. 4-ü də atırıq. Sonra B ölkəsi xidmət sahələri ilə daha yaxşı təmin olunur. Doğrudur. A ölkəsində kənd təsərrüfatı ancaq əmtəə olmaz. Burada istehlak olar. Doğru cavab burada nədir? C variantıdır. C variantı.
Doğru cavabdır. 1, 3, 5. İndi baxırıq. Burada görürsünüzmü? Kənarlarda yüksək təzyiq, mərkəzdə alçaq təzyiqdir və belə deyək, saat əqrəbinin əksi istiqamətində fırlanır. Şimal yarımkürəsində nədir bu? Siklondur. Siklon amma şimalda. İndi baxırıq. Mərkəzində alçaq təzyiq sahəsi mövcuddur. Bu doğrudur. Cənub yarımkürəsi üçün xarakterikdir. Cənub yarımkürəsi üçün yox, şimal yarımkürəsi üçündür. 2-ni atarıq. Düzdür. Mərkəzində yüksək təzyiq mövcuddur. Mərkəzində yüksək deyil axı. Alçaqdır. 3-ü də atarıq. Sonra aydın buludsuz hava şəraiti formalaşır. Yox, 4 də olmaz. 5-ə var. Tutqun buludlu hava şəraiti. Doğru cavab nədir? Y variantıdır. Yəni siklonun mərkəzində tutqun buludlu hava şəraiti mövcuddur. 37-yə baxırıq. İri daş kömür ixracatçıları Braziliyanı çıxarır. Braziliya ixrac eləmir. Braziliya alır daş kömürü. Biri götürərik. Çilini çıxarıq. Bəli, Çili mis ixrac edir. 3-ü də atarıq. Doğru cavab avtomatik çıxır da 1, 4, 5 Y variantıdır. Hı -hı. Sonra baxırıq növbəti sualımız 38-ci sualdır. Hansı ölkədir bu? Argentinadır. Argentina üçün doğru fikirləri istəyir bizdən. Qərb hissəsində əhalinin sıxlığı çox olmaz. Əksinə biri ataq buradan. Sonra 2 şəkər çuğunduru pambıq cutun əsas ixracatçısıdır. Yox. Bunlar cut olmaz bunlarda. Cutu demişik ki, Bangladeşdədir. Sonra cavab öz-özündən çıxırdı avtomatik. Subtropik məhsul qırmızı torpaqlar olar. Burada qırmızı qara, bura pampa, preriya şeyə düşür də, burada La Plato ovalığına düşəcək. 3-ü götürərik, 4-ü götürərik, 5-i demoqrafik keçidin birinci mərhələsi olmaz bunlarda. Bunlarda 4-cü, 3-cü mərhələnin axırıdır artıq. Çayların qidalanmasında yağış suları, bəli, Parana çayına söhbət edir. Doğru cavab 3, 4, 6 A bəndidir burada. Aha. 39-cu suala baxırıq. Nə istəyir? Sxemə əsasən A məntəqəsindən başlayan istiqamətlərə uyğun gələn coğrafi obyektlərin düzgün sırasını deyil müəyyən eləyin. Burada mən görmürəm tam olaraq. 1-ə baxsaq, 1 A-dan 1-ə doğru gələndə mil düzü, hərami düzü düzdür. A bəndi düzdür. B bəndə 3 vulkanik yaylar Gəyən düzü. B bəndi Gəyən düzü olmaz. B bəndi səhvdir. B olan variantları çıxsaq, aha. 2. Şirvan düzü yan silsilə. Şirvan düzü yan silsilə bu düz ola bilər. Aha. Sonra D bəndində 1 Gəncə Qazax olmaz. D bəndə səhvdir. D-ni də atdıq. Y bəndi. 2. Qusar maylı düzənliyi Mazımçay. Mazımçay buradadır. Y bəndə də olmaz. Doğru cavab burada avtomatik nədir? 3-ə yazıb ki, 3-ə kürəkçək Şahdağ silsiləsi ola bilər. Burada B bəndi olacaq doğru cavab. Aha. Keçirik 40-cı suala. 2005-ci ildə ölkədə ümumi əhalinin sayı 83 milyon, yox 8 milyon 300 mindir. Kənd əhalisi 3 milyon 984 min nəfər olmuşdur. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini hesablayın. Çox sadə, ölkənin ümumi əhalisindən çıxacaq nəyi? Kənd əhalisinin sayını. Deməli, 8 milyon 300 mindən çıxacaq neçəni? 3 milyon 984 mini. Düzdür. İndi bu minlə işimiz yoxdur. Burada 6 qalır. Burada 9-dan 1 qalır. Burada 2 qalmışdı. Verəndə 3 qalır. Burada da 5 qalır. 7 qalacaq 4. Deməli, bizim 4 milyon 316 min nəfərimiz şəhərdə yaşayır. Bunu bölərik ümumi ölkə əhalisinə 8 milyon 300 minə. Aldığımızı vurarıq. Burada neçə alacaqsa, orada həmin o aldığımızı gəlin böləyin onu. Deməli, neçədir? 4 milyon 316 min bölünsün 83 sonra 8 milyon 300 min 52 0 %52 alınır. Onu da 100-ə vuranda neçə alacaq biz? 52 faiz. Aha, deməli burada hal-hazırda əhalinin şəhərlərdə məskunlaşma faizi 52 faizdir. Bu da urbanizasiyadır. Tamam. 41-ci suala baxaq. 41-ci sualda nə istəyir? Çay əmələ gəlmə imkanı məhdud olsa da illik çay axımı böyükdür. Bu kürə aid olar, çox güman ki. Sonra Nival landşaftları yaranır. Nival landşaft yalnız burada Naxçıvanda yaranacaq. B bura gələr. Sonra ərazinin böyük hissəsində mülayim isti iqlim hakimdir. Bu Lənkərana aid olar. Həm filiz, həm də qeyri-filiz ehtiyatlar orta əraziyə aid olar. Sonra ərazidə həm meşə, həm də çöl landşaftının mühafizə edildiyi qoruqlar vardır. Həm meşəni, həm də çölü qoruyaq. Kürdə olar da bu çox güman ki, çünki Kürdə orada
Tuqay meşələri qorunan, bir də ki, çöl landşaftı, yarımsərə quru çöl landşaftı Şirvana düşür. Deməli, B-dir, A-yı, elə bir variantımız varmı? Bəli, doğru cavab nədir? B variantı. 42-ci suala baxırıq. Uyğunluğu müəyyən eləyin. Qışı quraq isə mülayim isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim, yay quraq isə soyuq iqlim. Böyük Qafqazın cənub yamaclarında dağətəyi alçaq dağlıq sahələr, bütün fəsillərdə bol yağıntılı, soy alçaq dağlıq dağətəyi. Baxaq. Naxçıvan Muxtar Respublikasının orta dağlıq sahələri. Bu Naxçıvandadır. Bu yay quraq isə soyuqdur. Böyük Qafqazın şimal-şərq yamaclarının dağətəyi və alçaq dağlıq sahələri. Bu qışı quraq isə mülayim isti iqlim olmaz. Mhm. Kiçik Qafqaz dağlarının dağətəyi alçaq dağlıq hissələri qışı quraq isə mülayim isti iqlimdir. 1-ə D. Böyük Qafqazın cənub yamaclarının orta və yüksək dağlıq hissələri, orta və yüksək dağlıq hissələri. Bu orada hardasa düşər bol yağıntılıya. Bir də dağətəyi alçaq dağlıq hissələri düşər buna. A bəndi gələr bura. A ilə D 1-ə, B, Y bəndi 2-yə, B bəndi 3-ə. Bəs bu nəyə düşür? Bu heç C heç birisinə düşmür. Deməli 1-ə A, D olar. 1-ə A, D yoxdur heç ümumiyyətlə. Onda 1-ə D qalar. 1-ə D. 2-yə Y, 3-ə də B. Doğru cavab nədir? A variantıdır. C variantı ümumiyyətlə olan variantları atmalısınız. Yəni C variantı heç birisinə uyğun gəlmir. 3-ə Y olmaz. Yəni Böyük Qafqazda soyuq iqlimin yay bırakısının tipi yoxdur. 3-ə D olarmı? 3-ə D olmaz. Doğru cavab A bəndidir. Növbəti sualımız 43-cü sualdır. Nə istəyir? Qarabağ, Gəncə və Şamaxı fiziki coğrafi rayonlarında qışın sonu, yazın əvvəl taxıl əkillərinin yayılmasının səbəbi. Yəni yazlıq taxılın əkilməsi səbəbi nədir? Cavab nədir? Qışın mülayim yox, qışın soyuq və şaxtalı keçməsi ola bilər. Cavab deyə bəndirik. Bir şey ki, yazda bunu əkiriksə, qışdan sonra əkirsə, deməli qış yaxşı keçmir ki, biz bunu nə edirik? Yazlıq əkini yazda əkirik. Doğru cavab D bəndidir. 44-ə baxırıq. Ölkə əhalisi 12 milyondur. Bir ildən sonra isə 12 milyon 100 min nəfər olub. Artımın 40 min nəfəri mexaniki artım hesabına olub. Orta illik təbii artımı 1000 nəfər hesablayır. Baxın 100 min nəfər artıb da. Bu 100 mini, 40 mini mexaniki artımdan artıb da neçə mini təbii artımdan artıb? 60 mini. İndi 12 milyon nəfərə, 12 milyon nəfərə 12 milyona, deməli düz yazımda 6 sıfır. 60 min adam artıb. 60 mində neçə sıfır var burada? Bəli, 4 dənə. Bəs 1000 nəfərə nə qədər adam artıq? Nə edirik? 1000-i vururuq 60 minə. 1000 vurulsun 60 min bölünsün neçəyə? 12 milyona. Milyonda da neçə sıfır var? 6. 6 sıfırın 3-ü bununla getdi. 3-ü də burada gedir. Qalır 60. 60-ı da 12-yə böləndə cavab 5 olmalıdır. A variantı. Beşinci suala baxırıq. Çayın mənbəyində temperatur, havanın temperaturu 1,8-dir. Mənsəbində 24,3-dür. İndi baxırıq. Çayın uzunluğu 250 kilometrdir. Əsasən bərk süxurlar yayılıb. Bu çaya aid olan xüsusiyyətləri müəyyən edin. Mənbəyində 1,8-dirsə, 1,8 düzdür. Mənsəbində də 24,3-dür. Hündürlük fərqini tapanda nə edirik? 24,3-dən çıxırıq 1,8-i, qalır neçə? 23,3, 22,5. 22,5. Bunu nəyə çeviririk? 1000-ə 6 qoyuruq. X-a da 22,5. Sonra 22,5-i 1000-ə vuracaq. 22,5-i 1000-ə vuranda 22.500 edir. Onu da nəyə böləcək? 6-ya. Neçə edir? 3 dəfə 18. Burada neçə qalır? 40, 45. 45-də 7 dəfə. 7-ni də 6-ya vuranda 42. Qalır 3. 330-u da böləndə eləyəcək 5. Deməli, hündürlük fərqi ilə də 3750 metr. 3750 metri də 3750 metri də böləcək nəyə? Çayın uzunluğuna 250-yə. Deməli, buradan da çayın meyilliyini tapacağıq ki, çox böyükdür. Deməli, dağ çayıdır. Meandr əmələ gələ bilməz. Bir olmaz. Hidroenerjini götürərik. Nəqliyyat imkanları geniş deyil. Çünki dağ çayları olmur. Sonra mənbəyi böyük su arıcı silsiləsində yerləşir. O ola bilər. 2750 metr. Böyük su ayrıcı. Böyük su ayrıcıda yerləşə bilməz. Çünki böyük su ayrıcı silsilə bu çox güman ki, Avstraliyanın deyir, ola bilməz. Dağıcı fəaliyyəti böyükdür. Bir də nə olar burada? V şəkilli dərələr. Doğru cavab nədir? C variantı. Böyük su ayrıcı, yəqin ki, bu böyük su ayrıcı dağları deyir. Burada ən yaxşı halda 2228 metrdir. Burada isə hündürlüyü biz 3750 metr almışıq. Bu sualda cavab C variantıdır. Baxırıq 46-cı suala.
Xəritə sxemində işarələnmiş iqtisadi rayonlara oxşar və fərqli xüsusiyyətlər hansıdır? Şəki, Zaqatala, Quba, Xaçmaz, Naxçıvan. Alt Paleozoy oxşar ola bilməz. Yalnız burada olar alt Paleozoy. Neft və təbii qaz. Naxçıvanda neft təbii qaz yoxdur. Ona görə səhvdir. Suvarma şərədə əkinçilik inkişaf eləmiş oxşar ola bilər. İmkanları mövcuddur. Hə, bunlar bax görürsünüzmü? Bir oxşardır, amma iki fərqli istəyir. Fərqli deyil axı. Bunların hamısında yay otlağı var. Ona görə C də olmaz. Ərazilərində buzlaq və qar ərazilər. Burada Gilançay, burada var. Amma fərqli yanıtları bərabər paylanan mülayim istiqlik. Bunların ikisində var, burada yoxdur. Doğru cavab nədir? D variantıdır. Y variantına da baxaq hər ehtimala. Bütövlükdə tektonik qalxma zonasında yerləşmirlər. Yerləşmirlər. Oxşar cəhət ola bilər. Çünki Şəki-Zaqatalın bir hissəsi çökmədədir. Quba-Xaçmazın bir hissəsi çökmədədir. Naxçıvanın bir hissəsi platformaya düşür. Doğru cavab D bəndidir. 47-yə baxırıq. Verilən ölkələrə aid olan xüsusiyyətlər. 1. Haradır? Almaniya. 2. İspaniya. 3. Türkiyə. 4. Braziliya. 5. Avstraliya. 6. Meksika. 1-3-5 təsərrüfatında hasilat sənayesinin payı üstündür. 1-3-5 hasilat olmaz. Bir səhvdir. Aha. 3-4-6 yaranıcı urbanizasiya 3-4-6 olar. 2-ni götürərik. 3, 2-4-6 Hind əhalisi 2-4-6. Əhalisi Hind-Avropa dil ailəsinin eyni dil qrupunu 2-4-6. Bəli, Latın dil qrupu. 3-ü götürərik. 5, 4. 2-4-5 köçürmə kapitalist ölkələridir. 4 səhvdir. 4-ü atanda, 4-ü atanda qalır 2-3-5, 1-3-5. 1-5-6 inzibati ərazi quruluşuna görə federativ ölkələrdir. Yox. Da düzdür da 1-3-5. 1 Almaniya, 3 federativ 1-5-6, hə, 1-5-6 mən 3-ü başa düşürəm. Hə, bəli, bəli, Meksikada federativdir. 5-i də götürürük. Amma 6-da 1-3-5 xarici iqtisadi əlaqələrində boru kəmər nəqliyyatının payı üstündür. 1-3-5. Yaponiyada, Avstraliyada axı gəmi olar. Üstün olmaz. Doğru cavab nə olacaq burada? B bəndi. Yəni bu sualda B bəndidir. Növbəti sualımız gəlir neçənci sual? 48-ci sual. 48-ci sualda nəyə diqqət eləməli? Diqqət edirik burada 130-dan biraz çoxdur. 130 görürsünüzmü? 130 neçədir bu? 1, 2, 3, 4. 132.5. 130 ilə 132.5-in arasında olmalıdır. Və B-dən A-ya doğru hündürlük artır. A neçədə olacaq? Deməli 52, 55, 57, 60. 60-dan daha yuxarıda olmalıdır. A-nın 60-dan daha yuxarıda olduğu variant var. C variantı uyğun gəlməz. Çünki 60-dan aşağıdır. A 60-dan yuxarı olmalıdır. B-də 130-da biraz çox olmalıdır. Amma görürsünüzmü? Burada D variantında B-ni 140-a yaxın verib. Burada belə bir profil yoxdur. Diqqətlə baxsaq, görərik ki, belə bir profil 120 də deyil. Doğru cavab budur. A variantıdır burada. 160-dan biraz çox, 130 olar və getdikcə doğru, belə deyək, A-dan B-dən A-ya doğru getdikcə görürsünüzmü, meyillilik artır. Bu da həmin o profildir. 9-cu sual doğru olmayan ifadələri deyib müəyyən edin. Ön Qafqaz tektonik, yəni səhvi istəyir burada bizdən. Ön Qafqaz tektonik çökməsi və Böyük Qafqaz tektonik qalxması eyni təbii vilayət daxilindədir. Bu doğrudur. Böyük Qafqaza düşürlər. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün alıq ərazilərdə filiz faydalı qazda geniş yayılıb, yox, Lənkəranda yoxdur, daha doğrusu Talışda. Orta Araz əyilmə zonasında qara metal xammalı hasil edilir, belə bir şey də yoxdur. Kürdağ arası çökəkliyi zonasında ayrı denominasiyon relief formalarına rast gəlinir, bəli, gəlinir. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesi aktiv şəkildə özünü göstərir, bəli, göstərir. Bizdən nə istəyir? Səhvlər. Səhvlər neçədir? Bəs 2, 3, Y variantı. 50-ci suala baxırıq. Doğru sıralar istəyir bizdən. Qoruq, yerləşdiyi inzibat rayon, fiziki coğrafi rayon, mühafizə edilən komponent. Göygöl rayonundadır, Gəncədədir, Qarmaqvari, Şam doğrudur. Türyançay Ağdaşda, Ceyrançol Altınor, Ardı Saxçalısı doğrudur. Qızılağac İmişlidə deyil, 3 səhvdir. 3-ü atsaq. B bəndə getdi. 4. Şirvan Şamaxıya düşmür. Bu da səhv. 4-də səhvdir. 5. Qaragöl Zəngilanda deyil. Səhvdir. Ağgöl Ağcabədə. Bəli, doğru cavab nə olmalıdır burada? D variantı olmalıdır. Doğru cavab D variantıdır. 51-ə baxırıq. Horizontallara əsasən dağın dik yamacını və kəsmə yüksəkliyi müəyyən edin. Dik yamacını və kəsmə yüksəkliyi istəyir bizdən. Dağın dik yamacı cənub-qərbdir. Cənub-qərb nəndə tapmaq olar deyə cavabı A bəndidir.
Deməli 52-yə baxırıq. Dəmiyə əkinçiliyinin üstünlüyü, xüsusiyyətlər istəyir. Dəmiyə əkinçiliyi üstünlük təşkil edir. Deməli dağdır, yaxud soyuq ərazidir nisbətən quraq ərazi. Sonramada əsasən yay mövsümündə istifadə olunur. Təbii şərait əkinçiliyi üçün əlverişsizdir. Hə, biz burada verilənləri buna əsasən düzməliyik. Cənubi Avropa yay mövsümündə suvarma olar. Mhm. Skot yarımadasında əlverişsiz olar. Şərqi Asiya qalsın. Alyaskada əlverişsiz olar. CY. Sonra mərkəzi düzənliklər dəmiyə əkinçiliyi üçün əlverişli olar. 1-ə A, 2-yə B, 3-ə C-yə. Doğru cavab burada nə olacaq? B variantı. Mhm. Sonra 53-ə baxırıq. Yaxınlıqdan göndərilmiş səs siqnalı birinci çökəklinin dərinliyinin gedib qayıtma müddəti 3,6 saniyədir. İkinci çökəkliyə 5,2 saniyədə gedib qayıdıb. Çökəklərin dərinliyi arasındakı fərqin neçə metr olduğunu tapmaq üçün nə edəcəyik biz? Birinci budur, bölərik bunu 2-yə, qalar 1,8. Bunu da bölərik 2-yə, bunu qalar neçə? 2,6. Deməli, birinin dərinliyini 1,8-ə gedib çatıb, digərinə isə 2,6-ya gedib çatıb. Deməli, bunların arasındakı elə fərq həmin bizə nəyi verəcək? Dərinliyi verəcək. 0,8. 0,8-i də vuranda 1500-ə, vurursun 8-ə, 0,8-ə. Deməli, 0 ilə bunu 0,1 gedər. 150-ni də 8-ə vuranda cavab nə olur? 1200 metr. Bu sualda doğru cavab 1200 metr idi. 54. Uyğunluğu müəyyən edin deyir. Mənşəyi yerləşdiyi ərazi. Uçqun, Göygöl, Şahdağda deyil. Bu səhvdir. 2. Axmaz, Sarısu, Muğan düzü. Yox, Muğanda deyil, Mildədir. Bu da səhvdir. Vulkanik Qaragöl, vulkanik yayla bunu götürərik. Buzlaq, Acınohur. Acınohur tektonikdir, səhvdir, götürmərik. Uçqun, Maralgöl, Murovdağ götürərik. Relikt, Masazır, Abşeron yarımadası götürərik. Doğru cavab nədir? 3, 5, 6. Növbəti sualımız 55-dir. Doğru ifadələri müəyyən edin. İslandiya və Yaponiya tasvir tavalarının divergentində deyil, Yaponiya konvergentdədir. Bir səhvdir. Filippin sahillərində yalnız bir okean suları yuyur. Bəli. Kalaharidə qum duyumları geniş yayılmışdır. Bəli. Alp dağlarını Qrinviç meydanı kəsmir. Atlas dağları Alp Himalaya dağlıq qırışıqlıq zonasında yerləşir. Bəli. Makdonel və Hames dağları qırışıq fali dağlar hesab edilir. Səhvdir. Doğru cavab burada nədir? 2, 3 və 5. 2, 3 və 5. 56. Günəş falan günorta vaxtı minimum düşmə avcağının düzgün verildiyi məntəqələr. 60 şimal enliyinə minimum neçədən düşər? 90-dan çıxarsan 60-ı, 90-dan çıxarsan 60-ı, bir də çıxarsan 23,5-i. Deməli 6,5 bu səhvdir. 26,5 dərəcə cənub elinə 90-dan 26,5 çıxanca qalır. 64, 64-dən də 23,5 çıxanda bəli bu düzdür. 90-dan 34 çıxanda neçə qalır? Qalır orada 56. 56-dan 23,5 çıxanda bu olmaz. 45 dərəcədən 23,5 çıxanda qalar. Bu olmaz. 22,5 qalır. 38, 52 qalır. 52-dən də 23,5 çıxanda bu hardasa verər bunu. Düzdür. 31, 31 çıxanda neçə qalır? 59. 59-dan da 23,5 çıxanda bəli, bunu verər. Deməli, burada doğru cavablar olacaq 2, 5 və 6. 2, 5, 6 burada doğru cavabdır. 57-yə baxırıq. Skotalin, Krım, Skandinaviya. Deməli, mən bunu beləcə yazımda 1, 2, 3. Çünki burada qarşılıq var. Alp dağları, deməli, Alp qırışıqlığı daha doğrusu düşəcək nəyə? Krıma. Kimmeri. Dağları, deməli, Kimmeri qırışıqlığı Skotaalinə. Sonra Hertsin dağ əmələ gəlməsinə düşər Skandinaviya. Kaledon dağ əmələ gəlməsinə düşər Skandinaviya. Aha, Kaledon Hertsinə düşür Skandinaviya. Doğru cavab burada nə olar? Bu ardıcıllıq. B. Kaledon Hertsin dağ əmələ gəlməsinə düşür. Çünki bunlar ikisi bir yerdə götürülür. B, A, D. Bax, yox, daha doğrusu 1-ə B, 2-yə A, 3-ə C deyə. 3-ə baxırıq, situasiya, daha doğrusu nə 3, situasiyaya baxırıq burada. Ovada yerləşən A məntəqəsində günorta vaxtı günəş olan düşmə bacağı 6,5-dir. 6,5-dir. Həmin gün 40 dərəcə cənub elində günorta vaxtı günəş olan düşmə bacağı 23,5-dir. Əgər 40 dərəcə cənub elində 73,5 ilə düşürsə, bu maksimumdur. Bu da çox güman ki, cənub yarımkürəsində günəş zenitdə tropik üzərində olanda. Deməli, günəş şimalda yox, cənub tropikində zenitdədir. A məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 80 dəqiqə irəlidir. Bu da deməli 40 dərəcə bizdən irəlidədir. Hə, deməli bu A məntəqəsi hardadır?
90-dan çıxarsam x-i enli minus 23.5-i bərabər eləyirsən necə 6.5-ə. 90-dan 23.5 çıxan necə qalır? 60, 60, 6.5, 66.5-dən 6 çıxanda qalır necə? Enliyimiz bərabərdir burada necə? 60, amma şimal enliyi. 60 şimal enliyi. Bu Bakıdan da 40 dərəcə şərqdə olduğuna görə uzunluğu da neçə olacaq? 90 dərəcə şərq uzunluğu. Mhm. Məntəqənin aid olduğu ölkə həm platforma, həm də geosinkronaldır. Ölkədə bol su çaylar, şirin su göllərlə zəngindir. İnzibati quruluşu Avstriya, yəni federativdir. Bu çox güman ki, bu ölkə Rusiyadır. Rusiyadır. Ölkənin ərazisində həm əsas, həm də keçid iqlim quruluşu çox güman ki, bu ölkədə müxtəlif geoloji eralarda yaranmış dağlar var. Bəli, Cavan və s. Ölkədə onun ərazisində böyük hissəsinin aid olduğu qitənin ən ucqar ölkədə onun ərazisinin böyük hissəsinin aid olduğu qitənin ən ucqar şimal. Hə, bu Asiya qitəsini soruşur bizdən çox güman ki. Asiyanın şimalı nədir? Çelyuskin hara düşür? Taymıra. Asiyanın şərqi nədir? Demək, Dejnyov hara düşür? Çikota. Hə, bunları baxaq. Nə istəyir bəs sualda 58-də? A məntəqəsini və onun yerləşdiyi ölkəyə aid olan xüsusiyyətləri müəyyən edib cədvələ yazın. A məntəqəsi çox güman ki, bir dənə dünya xəritəsi olsa baxıb dərhal tapa bilərik. Hə, 60 dərəcə şimal yönü təxminən buradan keçir. Düzdürmü? Bakı buradadırsa, London buradadırsa, buradan bura 50-dirsə, bu da burada gəlir Qərbi Sibirə düşür. Qərbi Sibir ovalı. Çox güman ki, bu. Çox güman ki, o 100% Qərbi Sibirdir. A məntəqəsi Qərbi Sibirdədir. Yerləşdiyi ölkə Rusiyadır. Amma indi bilmirik də cədvəldə nə istəyir. Bu yəqin ki, çıxacaq cavablarda. 59. Ölkə Rusiya. Ölkə Rusiyadır. Ərazisində yerləşdiyi yarımada. Onun ərazisində yerləşən yarımadaları və mezoyaşlı dağlar. Yarımadalar olar Taymır, ondan sonra Çukot, əsas Kamçatka, sonra burada Yamal, hətta məsələn orada biz başqa yarımadalar da tapırıq. Amma əsas bunları yazmaq. Taymırı, Çukotu yazsanız bəs eləyər. Mezoyaşlı dağlar burada Verxoyan, Çerski, Sıxota, Alin. Rusiyada 3 dənə mezoyaşlı dağ var. Mətnə əsasən A məntəqəsi və onun yerləşdiyi ölkəyə aid olan xüsusiyyətlər müəyyən edib cədvələ yazın. Cədvəli bilmədiyimizə görə yəni bilmədiyimizə görə bunun cavablarını verə bilməyəcəm, amma təxminən bilib siz doğru cavablarınızı nə edə bilərsiniz? Tapa bilərsiniz. Yəni bilirsiniz orada nə soruşulub sizdən və burada da ölkənin Rusiya, məntəqənin isə Qərbi Sibir olduğunu bilərək nə edə bilərsiniz? Cavablarınızın düzgün yaxud səhv olduğunu tapa bilərsiniz. Deməli, əzizlərim, mən bu imtahanı belə dəyərləndirirəm ki, imtahan orta və çətindir. Düzdür, suallar tapmaq olsa da vaxt aparan suallardır. Kifayət qədər ağırlıq dərəcəsi olan suallardır. Nəzərə alsaq ki, yəni biz bu müəllim kimi bunu izah edirik. Şagird kimi bunu belə izah eləmək belə asandır deyə bilmək asan deyil, çətindir. Yəni kifayət qədər çətin imtahandır. Düşünürəm ki, yaza bilmisiniz. Ümid eləyək ki, yaxşı nəticələrlə müəllimlərinizi, valideynlərinizi sevindirəcəksiniz. Sağ olun, növbəti videolarda görüşmək ümidindən sağollaşıram sizdən.